ki, bilirsiniz niyə həmişə qiymətlər artır? Mən sizə deyim. Bəzən xalq bunu bilmir, amma mən sizə deyim niyə artır. Qiymətlər artırılmamışdan qabaq müəyyən işçilər, əməkdaşlar var. Ümumiyyətlə müşahidə aparırlar, statistik müşahidələr aparılır. Belə baxaq. Mən dediyimlə razı olmasanız da, amma əslində bu belədir. Kimlər razı olmayacaq? Çünki özləri elədir. Əyinlərindəki alt-üst paltar tam olaraq 50 manat orta hesabla, uzağı 100 manat təşkil edəcək. Cəmi 2 cür paltarı olar olmaz. Paltarının qiyməti 10-15 manat olan. Kommunal xərcləri güclə ödəyib deyinən. Kirayə yaşayırsa, mən pulum yoxdur, kirayə, ev sahibi məndən niyə pul istəyir, kirayə pulunu gecikdirən, aşağı maaşda işləyən şəxsin əlində bir də görürsünüz ki, minimum 3-4 min manatlıq telefon var. Siz nə olsun ki, 3-4 min manatlıq kreditdir də? Bəs hansı pulla o kredit ödəyir? Kredit daha çox, nə qədər faizsiz desələr də faiz olurlar, faizsiz olsun. O krediti ödəyəndə də cibinizdən pul gedir. Ona görə baxırlar, görürlər ki, geyim keçimi heç 50 manat deyil. Amma avtobusda gedir, ictimai nəqliyyatda gedir, güclə pul çatdırır ona. Amma əlində minimum 3-4 min manatlıq telefon. 3-4 min manatlıq telefonu olanda ki, ayda 30 manat ödəyərdə nə var ki orada? Bax belə. Çünki bizim xalq kahkaşanlı həyat göndərmək istəyir. Hamı pul üçün ağlayır, inandırım siz. Məsəl üçün, mən oğlumla gedəndə bir adaptasiya olsun deyə gedirəm. Bir dönəryə, iki dönər sifariş verirəm, düzdürmü? Baxırsan, stolun üstü dolu, əllərində 3-4 min manatlıq telefon, geyimləri heç 50 manat olmaz. Və gedib axtarsaq, görərik ki, əgər kirayədirsə, kirayə yaşamaqda marı yoxdur. Hər kəsi Allah öz evinin olmasını qismət eləsin. Mənə də bir neçə daha artıq mənzil qismət eləsin. Atama Allah rəhmət eləsin, ondan qalıb. Yəni demək istəyirəm ki, gedib görürsünüz, kirayə qaldığı evin kirayə pulunu ödəmirlər. Hətta kirayə verənlər vergi ödəməsin deyə müqavilə bağlamadığı üçün gizlin qaçıb gedirlər. Hələ deyinirlər ki, kirayə evinin niyə pulunu istəyir? Mən pulum olanda verirəm də. Və yaxud kommunalı ödəməyə pulları yoxdur. Eləcə də Navastroykalarda kommunalı ödəməyə pulları yoxdur. Amma yenə də deyirəm, əlində 3-4 min manatlıq minimum telefon olub. Amma geyim keçimi 50 manat olanın 3-4 min manatlıq telefon alma pulu varsa, ayda 30 manat ödəməyə nə var ki? Onlar dövlətli kasıblardır. Bilmirəm, kasıb dövlətlilər adlanaq ya dövlətli kasıblar. Dövlətlər və yaxud dövlətli kasıblara görə bu qiymətlər hər yerdə artacaq. İstər internet artsın, istər ərzaq məhsulları artsın, istər ictimai nəqliyyatın qiyməti artsın, istər mobil telefonların, yəni ki, qiyməti artsın. Fakt budur. Məntiqlə belə olur. Yəni imam üçün ağlayanda biraz da yezi üçün alın. Mən bir dəfə demişdim, biridir ki, yezid lənət olsun. Siz niyə elə diyorsunuz? Ay cahil! Hərənin öz haqlı olmağının öz prizması var. Sən də get o yezidin haqlı olub olmamasını dinlə. Bu bir, ikinci də bu atalar sözüdür. Onu da bilsiz kimlərdir, hardan gəlib hara getdim. O cahil, dünyadan başı çıxmayan, atalar məsələnin nə olduğunu bilməyən, nə barədə dildiyini bilməyən, dinin vahşi hardan gəlib hara getdiyini bilməyən cahil deyir. Nəysə, onu da elə belə dedim ki, birdən kimsə yazar, o ağıllı izləyicim yazar. Amma, yəni dedim, beləsiz. O izləyici YouTube-da idi, bilmirəm, hara cəhənnəm oldu. Yəqin getdi Əfqanistana. İzləyicim də deyildi. O kənardan görüb deyən idi, o deyirəm, bir qrup var, həyatda özünü təsdiqlənməyib, sosial mediada təsdiqlənməyib. Onların bir fərdi idi, yox, şəxsi deməyək, fərdi idi. Adam idi da özü için yazdı da.